Operatorlar. 141. Burada 42, 6, 83'ten 11, 24'ten 6 alınıb. Burada görürük ki 4'ün üstünə 2 gəlib 6 alıb. 8'in üstünə 3 gəlib 11 alıb. 2'nin də üstünə 4 gəlib 6 alıb. Eynisini buna tətbiq eləsək 4 üstə gəl 7, 11 eləyəcək. Cavabımız olacaq 11. Yəni rəqəmlərin cəmi. 142'dən 46'dan 23 alıb. Necə almaq olar? Görürük ki yarısıdır. 46'nı 2'ye bölüb. 54'ü 2'ye bölüb. 42'ni 2'ye bölüb. Deməli 58'i də 2'ye böləcək. Alacaq 29. Sonra 143. 6'dan 4'dən 32 alıb. Biz bunlara bir yerdə baxırıq. 6 4 kimi yox, 64 kimi. 64'ten de 32 almaq üçün 64'ü 2'ye bölməliyik. Burada da 4 ilə 8'e 48 kimi baxırıq. 48'i 2'ye bölürük 24 alınır. 8 ilə 4'e 84 kimi baxırıq. 84'ü 2'ye bölürük 42 alırıq. 7 ilə 4'e bir yerdə 74 kimi baxırıq. Deməli 74'ü də 2'ye böləcəyik. 37 alarıq. 9, 7, 36 alınıb. Deməli burada da görürük ki toplayanda, çıxanda, vuranda bir-bir yoxlayırıq. 9'u 7'ye vururuq, elir 63. 6 ilə 3'ün yerini dəyişirik. Olur 36. 4 ilə 9 vururuq bir-birinə, olur 36. 3 ilə 6'ın yerini dəyişirik, 63. 4 ilə 3 hasili elir 12. 12'də 2 ilə 1'in yerini dəyişirik, olur 21. Deməli 6'nı da 7'ye vuranda eləyəcək 42. Bunları da yerini dəyişsə olur 21. 24. Bu da bize A variantını verir. Sonra 145. Burada x 6, y 7'dir. Burada yerine koyup tapırıq. Yəni 3 vur 6 edir 18. Üstə gəl. 2 vur 7 edir 14. Bunların cəmini tapırıq 32. 32 cevabı da D variantına uyğundur. 146'da 42'den 50 alıb. Bir variantlarımızı yoxlayırıq. Toplasaq alınmaz, vursaq, vurub tərsinə çevirsək. Deməli burada nə eləyə bilərik? 42 olduğu kimi qalır. Üstünə gəlirik 4 ilə 2'nin hasilini. Yəni 8'i. Bu bize 50'ni verir. Burada da 54 olduğu kimi qalır. Üstünə gəlirik 5 ilə 4'ün hasilini. Bu da bize 20 verir. Cəmləni 74'ü verir. 63 olduğu kimi qalır. Üstə gəlirik 6 ilə 3'ün hasilini. 18'i. Bu da bize 81 verir. Deməli burada da yenisini tətbiq edəcəyik. 61. Üstə gəl 6 vur 1. Yəni 6. Bu da bize 67 verəcək. Bu da bize C variantına uyğundur. 147. 423'ten 126 necə ala bilib? 612'den 126'nı. Deməli buraya baxırıq. 4 ilə 2'ni bir-birinə vurub. Yox. 42'ni bütöv baxırıq. 42 vur 3. Elir 126. Burada da 61 vur 2. Bu da bizdə 122'dir. 6 burada səhv yazılıb. Rəqəm səhv olub. Çünki buna tətbiq edirik. 14 vur 3. 42 eləyir. 61'i də 1'e vuranda 61 eləyəcək. Bu da bize A variantı verir. 148'də baxırıq 57'dən 74'ü necə almaq olar? Baxırıq ki buna əksinə baxanda 75. 75'ten 1 çıxıb 74 alıb. Bunu da tərsinə çevir, rəqəmlərin yerini dəyişirik. 86'dan 1 çıxırıq 85 alıb. Burada 94'den 1 çıxırıq 93 alıb. Burada da 45'ten 1 çıxarıq 44 alır. 45 çıx 1. Bu da bize 44 verir. Bu da D variantına uyğundur. 149'da
45 0. Demek buradan 0'a necə vura bilərik? Vuranda 20 alınır. 4'ü 5'e vursa 20. Təzin 2'ni də 0'a vururuq, onda 0 olur. 4'ü 3'e vurup 12. 1'i də 2'ye vururuq, 2 alınır. 5'i 9'a vururuq, 45. Burada da 4'ü 5'e vururuq, 20 alınır. Demək 9'u vuracaq 4'e. Eləcə 36. Burada da 3'ü 6'ya vuracaq, olur 18. Bu da bizdə C variantına uyğundur. 150. 6 2'dən 16 alıb. Baxırıq, görürük ki, bunlar kvadratlardır. Bu 4'ün kvadratıdır. Bu 1'in kvadratıdır. Bu da 5'in kvadratıdır. Kvadratdan nəsə bir şey alına bilər. Necə alınır? 6'dan 2'ni çıxıb 4 alınır. 4'ün kvadratı 16. 4'ten 3 çıxıb 1. 1'in kvadratı 1. 8'den 3 çıxıb 5. 5'in kvadratı 25. 9'dan da 3 çıxacaq 6. 6'nın da kvadratı neçə edir? 36. Bu da 36 variantı D variantına uyğundur. Burada 2A 12'ye bərabərdir. Onda A neçədir? 6'dır. Burada 4'ü B 48'e bərabərdirsə, B də bərabərdir 48 böl 4, yəni 12'ye. Gətirib burada yerinə qoyuruq. B'nin yerinə 12, A'nın yerinə 6 qoyuruq. Bu da bizə neçə verir? 6 vermiş olur. Bu da D variantına uyğundur. Sonra 64'ten 23 alıb. Vursaq 24. Aha. Baxın, 6'nı 4'e vurub 1 çıxıb. 6'nı 4'e vuran neçə edir? 24. 24'ten 1 çıxıb 23. 4'ü 7'ye vurub 28. 28'den 1 çıxıb 27 alıb. 9'u 4'e vurub 36. 36'dan 1 çıxıb 35 alıb. 8'i 8'e vurarıq. Eləyəcək neçə? 64. 64'ten de 1 çıxarıq, eləyər 63. Cavabımız 63. B variantına uyğundur. 153. 21 21. 43'ten 129 alıb. Deməli 43'ten 129'u necə ala bilər? Deməli 4'ü 3'e vurub 12'ni alıb. 3'ün də kvadratı 9'dur. Deməli 4'ü vurub 3'e. Yanında da olub 12. Sonra 3'ün kvadratını yazıb. 3'ün kvadratı 9'dur. Yanında qoyub 9'u. Deməli burada da 2'ni vurub 1'e 2. 1'in də kvadratı neçədir? 1. 21 alınır. 6'nı vurub 2'ye 12. 2'nin də kvadratı 4. Deməli burada da 5'i vurarıq 2'ye 10 yazarıq 10. Sonra 2'nin də kvadratı 4. Olur 104. Bu da C variantına uyğundur. 154'də. Deməli necə buradan 7'ni ala bilərik? Rəqəmlər görürük ki, kiçilir. Böyük rəqəmlərdən kiçik rəqəmlər alınır. Deməli bunlar ya çıxılır, ya bölünür. Bunlara ayrı-ayrı baxsaq. Burada rəqəmləri toplayıb, 2 rəqəmi toplayıb 3-cüdən çıxıb. 6 üstə gəl 3, 9. 9'dan 2 çıxıb 7. 6 üstə gəl 7, 13. 13'ten 1 çıxıb 12. 5 üstə gəl 3, 8. 8'den 3 çıxıb 5. Burada da 4 üstə gəl 7, 11. 11'den 6 çıxacaq, eləcək 5. Cavabımız 5, A variantı. 155'də. 5'ten 3'ten 21 alıb. Deməli bura baxsaq. Üçə vursaq, hər birini 3'e vursaq 10. Deməli bu hissənin hamısını 3'e vurub, bu hissəni isə 2'ye vurub. 5'i 3'e vuranda 15,
3'ü 2'ye vuranda 6 toplayıb. Sonra 6'nı 3'e vuranda 18. 2'ni de 2'ye vuranda 4. 18 ile 4'ü toplayıb 22. 4'ü 3'e vuranda 12. 1'ini de 2'ye vuranda 2. Demək 12 ile 2'ni toplayıb 14. Deməli 3'ü də 3'e vuranda 9. Bunu da 2'ye vuranda 4. 9 üstə gəl 4 bizə verir 13. Deməli ardıcıllığımıza tətbiq elədik. Hər birinə uyğun oldu. Sonra 156'da 24'ten 12 alıp yarıya bölsək alınmaz. Demək 88'den 11 necə ala bilərik? Toplasaq 16. Aha. Deməli bu ədədləri onların ilk rəqəminə bölürük. 24'ü 2'ye bölürük, 12 alırıq. 88'i də 8'e böləcəyik, 11 alınacaq. 36'nı da 3'e böləcəyik, 12 alınacaq. Demək 26'nı da 2'ye böləcəyik, 13 alınacaq. Yəni ilk rəqəmlərini bölürük. Deməli sonra burada 2A 14'e bərabərdir. 2A 14'dürsə onda A nədir? 14 bölü 2 yəni 7. A 7'dir. B ilə 5'dir. Və bunların dairəsini tapırıq. 14 ilə 5. Deməli bu nə eləyir? 7'dən 5 çıxanda 2. Demək olacaq 2 3 bucaq 3. Yəni A 2'dir. B də 3'dür. Buna bir-birinə vuranda neçə edir? 6. Bu da bizdə C variantına uyğundur. 158'də 4'dən 3'dən 5 alıb vursaq 12. Bunların cəmindən çıxsaq 7'dir cəmi. Deməli hasilini burada tətbiq edək. Vursaq 10. Cəmi 7 diyor. Ondan 7 çıxanda 6 eləmir, 3 elir. Deməli bu deyil. İkiden 5'ten. Burada belə bir şey alınabilir. Deməli 4'ün üstünə 3 gəlirik. 7. Və bu 4 əvvəlki rəqəmləri, birinci rəqəmləri 2'ye bölürük. Həmin ədəddən çıxırıq. Bunların cəmini birinci rəqəmlərin yarısına çıxırıq. 4'ün üstünə 3 gəldik 7. 4'ü 2'ye böləndə eləyir 2. 2 çıxırıq 5 alınır. 2 üstə gəl 5. 7. 2'ni də 2'ye böləndə 1 elir. Çıx 1 bərabər 6. 4'ü üstünə 7 11. 11'den de çıxırıq 4'ün yarısını. Bu da edir 2. 11'den 2 çıxanda 9 alınır. Buna tətbiq eləsək 6'ın üstünə 5 gələndə 11. 11'den nə çıxırıq? 6'nın yarısı 3'ü. Bu da bizə neçə verir? 8. 8 cavabımız var. D variantına uyğun. 159. Burada 16 14'ten 9 alınıb. 14 10'dan 9 alınıb. Bunları necə ala bilərik? Gör ki, rəqəmlər kiçilir. Deməli burada birinci tərəfin üstünə gəlirik ikincinin yarısını. Yəni 16, daha doğrusu çıxırıq. 16 çıxılsın 14 böl 2. Yəni 16 çıxılsın 7. Bu da bizə 9 verir. Tətbiq edirik buna. İkinciyə 14 çıxılsın 10 böl 2. 14 çıx 5. 9 verir. Sonra 9 çıx 14'ün yarısı. Yəni 9 çıx 2 7 bərabərdir 2 alınır. İndi buna tətbiq edirik. 7 çıx 4 böl 2. Yəni 7 çıx 2 bu da bizə 5 verir. Bu da A variantına uyğundur. 160. 2 dənə 4'dən yenə 4 alınıb.
1, 5'dən 8 alınıb. Bu necə alına bilər? Deməli, burada ikincini birinciyə bölüb 1 alınır. Böləndə 5 alınır. Üstünə 3 gəlib. Deməli, 4'ü bölüb 4'ə üstünə 3 gəlib. Bu 1 eləyir. 1 üstə gəl 3, 4. Burada da 5'i bölüb 1'ə. 5'i bölüb 1'ə üstə gəlib 3. 5 böl 1, 5. Üstünə 3 gələndə 8 eləyir. 18'i 2'yə bölüb 18 böl 2. Üstə gəlib 3. Bu 3'ü biz özümüzdən edirik ki, bu rəqəmlər alınsın. Yəni bu qaydanı biz özümüzdən tapırıq. Deməli, bu da nə oldu? 9 üstə gəl 3, 12. İndi bura tətbiq edirik. 24'ü bölürük 8'ə, üstünə gəlir 3. Neçədir? 6. Daha doğrusu 3, üstə gəl 3, 6. Bu da bizə D variantını verir. 161'də. Deməli, bu kvadrat ayrı bir əməldir. Bu üçbucaq da ayrı. Bu kvadratda nə edilib? Bir-birinə vursaq 12 alınır. Bir-birinə vursaq rəqəmləri bir-birinə vuruq. 3 vur 4 vur 6, 72. Deməli, kvadratdan eləyib hasil tapılıb. Rəqəmlərin hasili. 4 vur 2 vur 5. 40 eləyir. Bura oldu 40, üstə gəl. İndi üçbucağı tapırıq. Üçbucaqdan eləyib 163'dən 48 alıb. Burada deməli 2 2 götürüb. 16'nı vurub 3'ə 48 alıb. 42'ni vurub 3'ə 126 alıb. Burada da 15'i vuracaq 3'ə. Neçə alınır? 45. Demək 40 ilə 45'də toplayıb neçə alınıb? 85. 85 var. D variantına uyğundur. 162'də. Deməli, burada nə eləyə bilərik? 6, 6. Cəm 6 eləyir. Bu da cəm 6 eləyib. Bir-birinə vurur. Deməli, bu rəqəmləri toplayıb. 6 ilə 4'ü toplayıb 10. 3 ilə 3'ü toplayıb 6. Sonra bunları vurub bir-birinə. 10 vur 6, 60. Burada da 42'də. 4'ün üstünə 2 gəlib 6. 5'in də üstünə 1 gəlib yenə 6. Həm bu 6'nı 6'ya vurub 36. 6 ilə 3'ü toplayıb 9. 5 ilə 3'ü toplayıb 8. 9'u vurub 8'ə 72. Buna tətbiq eləsək 4 üstə gəl 6, 10. 6 üstə gəl 4, 10. Onu da 10'a vuraq. Eləyəcək 100. Cavabımız da olacaq 100. A variantı. 163'də. Burada da rəqəmlər kiçilir. Burada nə eləyə bilər? 31 alıb 100. Burada. Aha, burada baxın nə eləyib. 52'ni 1 götürüb, 21'i 1 götürüb. Yazıb 52 çıx 21. 31 verir. Bərabər 31. Burada da 42'ni 1 götürüb, 28'i də 1 götürüb. Yazıb 42 çıx 28. 14 verir. Sonra 63'ü 31'i 1 götürüb. 63 çıx 31 bərabər 32. Burada 71 çıx 14. 71 çıx 14 neçə eləyər? 57 eləyər. Bu da bizdə A variantına uyğundur. 164. 60 ve 12'den 32 alıp 74 ve 24'ten 0 necə ala bilər? Çıxa bilər. 60 olur altında deməli. 74 çıx 24 neçə edir? Bunun fərqini tapıb və fərqindəki ədədləri, rəqəmləri bir-birinə vurub. 6'nı vurub 0'a. Sonra bunları bir-birinə vurub. Olur 0. Burada da 60'dan 12 çıxanda neçə edir? 60 çıx 12. Bu da bizə 48 verir. Burada 4 ilə 8'i vurub bir-birinə 32 alıb.
Burada da 67'dən 10'u çıxsaq eləcək 57. 5 ilə 7'ni bir-birinə vursaq 35. Deməli burada da 48'dən 11'i çıxıb alıb 37. 3 ilə 7'ni də bir-birinə vurub 21. Burada 21B variantına uyğundur. 165. 1'dən 8'dən 8 alıb. Deməli burada birinciləri görürük. Bunlar kvadratlardır. 1'in kvadratı, 3'ün kvadratı, 2'nin kvadratı, 6'nın kvadratı. Deməli bunlardan kök alsaq, vursaq buna. Deməli bir kök altında 1, 1'ə bərabərdir. 1'i vururuq 8'ə 8. Kök altında 9, 3'ə bərabərdir. Yəni 3'ün kvadratı 9'da. Bu 3'ü vurub 10'a 30. Kök altında 4'dən 2 çıxır. 2'ni vurub 6'ya 12. Kök altında 36'dan da 6 çıxacaq. 6'nı vurub 7'yə 42 almış olub. Bu da A variantına bərabərdir. 166'da 17 25'dən 15 23'dən. Deməli necə ala bilərik? 15'dən 6 çıxır. Burada da rəqəmləri bir-birinə vurub, sonra toplayıb. Deməli birincidə 1 ilə 7'ni bir-birinə vurub, bir-birinə vuranda 7 alınır. 2'ni də 5'ə vurub 10 alıb, sonra bunları toplayıb 17 alıb. Burada da 1'i 5'ə vuracaq, 5 alacaq. 2'ni də 3'ə vuracaq, 6 alacaq. 6 üstə gəl, 5, 11. 1'i 9'a vurub, 9 alıb. 2'ni də 4'ə vurub, 8 alıb. 8 üstə 9, 17. Burada da 1'i 6'ya vuracaq, 6. Üstə gəl. 2'ni də 1'ə vuracaq, 2. 6 üstə gəl, 2, 8. Burada cevap olacak 8. C variantı. 167'de. Burada. Deməli buradan elib 35'i 1 götürüb 14'ü 1 götürüb. 1 ilə 4'ü toplayıb 5. 35'i də 5'ə bölüb 7. 46 1 ilə 1'i toplayıb 2. Bölür 2. 46'nı da 2'ye bölüb 23. 54. 9 üstə 9 neçə edir? 18. 54'ü 18'e bölüb 3 dəfə. 74. 74'ü də bölüb 2 vur. Daha sonra 2 üstə gəl 0. 2'ye. 74'ü də 2'ye bölə neçə eləyir? 37. Bu da A variantına uyğundur. 168'de. Deməli A'nın kvadratı bərabər 16. Onda A da bərabərdir neçə? Yazırıq. A'nın kvadratı bərabər 16. Onda A da bərabər 4. Yəni 4'ün kvadratı 16 edir. A oldu 4. Yerinə yazacağıq 4. Sonra 125 də Y'ın kubu bərabər 125. Y bərabər 5. Yəni 5'i 3 dəfə bir-birinə vuranda 125 edir. 5'in kubu 125. Y'də o tapdıq 5. Deməli nə edirik? Beşdən 8 çıxırıq. Neçə edir? Bərabər eləyir 4 üstə gəl 5 çıx 8. Bu da bizə verər 4 üstə 4 çıxılsın. Yəni 5'dən 8 çıxanda -3. Yəni 4 çıx 3. Bu da bizə 1 verəcək. D variantı. 169'da 20'den 2 alıb. 48'den 2 alıb. Burada da birinci hissəni 2'ye bölüb. İkinci ilə toplayıb. 20'ni 2'ye böləndə 10. 10'un üstünə 2 gəlib 12. 48'i 2'ye böləndə 24. 24'ün üstünə 2 gəlib 26. 10'u 2'ye böləndə 5. 5'in üstünə 7 gəlib 12. Demək 28'i də böləcək
2'ye toplayacak 6 ile. 14 üste gel 6. Bu da bize 20 verir. 20 de C variantına uygun. 170. Deməli 14'ten 44, 12'den 38. Deməli 14'ten 44'ü necə bula bilərik? 14'ü neçəyə vuraq? 44'e yaxın olsun. Vuraq 3'e. Neçə eləyəcək? 42. 42'nin üstüne 2 gelse eləyək 44. Tətbiq eləyək buna. 12'ni vuraq 3'e, üstə gələ 2. 12'ni 3'e vuranda 36, üstə gəl 2, 38 eləyir. Deməli doğrudur. 16 vur 3, üstə gəl 2. 16'nı da 3'e vuranda 48, üstə 2, 50. Tətbiq edirik buna. 6'nı vurup 3'e, üstə gəlir 2. 18, üstə 2, 20. Deməli cevabımız 20. 3'e vurup 2 ile topluyoruz. Sonra 171. 32'den 13 alıp 64'ten 52 alıp deməli 9 üstə gəlir 30. Deməli burada 32'ye 32 kimi yox. 3 ve 2 kimi baxacağıq. Ve bunları ayrı aralıkta kvadrata yükseldəcəyik. Olacaq 3'ün kvadratı üstə gəl 2'nin kvadratı. Yani 9 üstə gəl 4, 13 verir. Sonra 6 ile 4'e de ayrı aralıkta baxarıq. Onlar 6'nın kvadratı 36, üstə gəl 4'ün kvadratı 16, 52 verir. Sonra 3'ün kvadratı üstə gəl 7'nin kvadratı 9 üstə gəl 49, 58 verir. Demek burada da 1'in kvadratı üstə gəl 8'in kvadratı. Yani 1 üstə gəl 64. Bu da bize 65 verir. Bu da A variantına uyğundur. Sonra 172'de 18'den 8 alıp 28'den 13 alıp. Deməli birinci tərəf 2'ye bölüb 1 çıxıb. Deməli 18'i 2'ye bölüb 1 çıxıb. 2'ye bölüb 1 çıxıb. 9'dur. 9'dan 1 çıxıb 8. 28'i 2'ye bölüb 14. 14'dan 1 çıxıb. 64'ü 2'ye bölüb 32. 32'den de 1 çıxıb. Burada da 38'i böləcək 2'ye 1 çıxacaq. Bu da neçə eləyir? 19. 19'dan da 1 çıxırıq 18. Cevabımız A variantı. Sonra 173. 16'dan 38 alıp 8'den 22 alıp. Bu necə? 16 neçəyə vura bilər ki 38'e yaxın eləsin. 16'nı 2'ye vurarıq 32. Üstünə də 6 gələk. 38 elir. Görə bunları tətbiq eləsə alınır. 8'i 2'ye vurub 16. Üstə 6 gəlib 22 demə alınır. 21'i 2'ye vurur. Üstə 6 gəlir. 2'ye vuranda eləyir 42. 42'nin üstüne 6 geldi 48. Demek burada da 34'ü vuracak 2'ye 34. 34'ü vuracak 2'ye. Üste gelecek 6. 34'ü 2'ye vuranda eləyir 68. 68'in de üstüne 6 gələndə eləyir neçə? 68'in üstüne 6 gelirik. 74. Deməli tətbiq etdik, alındı. 2'ye vurup 6 üstə gəldik hər birinə. Sonra 174'də 3'dən 1'dən necə ala bilərik? Rəqəmlər görür ki, böyüyür. 3'ün kvadratı 9. 1'in kvadratı 1. 2'nin kvadratı 4. 6'nın kvadratı 36. Aha. Deməli nə edirik? Tapırıq burada birinci 3'ün kvadratı üstə gəl 1'in kvadratı. Bunu hesablayırıq. Bu vururuq 2'ye.
3'ün kvadratı 9'dur. 1'in kvadratı 1'dir. 9 üstüne 1 gəlirik 10. Vur 2'ye 20. 2'nin kvadratı üstəgə 6'nın kvadratı vur 2. 2'nin kvadratı 4'dür. 6'nın kvadratı 36'dır. 40 eləyir. 40'ı da 2'ye vuranda 80. Burada da 1. 1'in kvadratı üstə 7'nin kvadratı vur 2. Bu 50 eləyir. 2'ye de vuranda 100. Deməli doğrudur. Burada da 4'ün kvadratı üstəgə 6'nın kvadratı vur 2. 16 üstəgə 36 eləyir 52. 52'ni de 2'ye vursak 104. 104 D variantına uyğundur. 175'te X 4'dür, Y da 1'dir. Birinci nə edirik? Üçbucağı hesablayırıq. X'in yerine 4, yani 2 vur. 2 vur 4, üstə gəl 3 vur 1. 2 dəfə 4, 8, üstə gəl 3, 11. Deməli oldu nə? 11 ilə dairə 11'de 11 ilə dairə sual bərabər 38. Yəni x'imiz 11'dir, gətirib qoyuruq burada. Y-ı bilmirik, bərabər 38'e. Yəni x'imiz nədir? 11, 3 vur 11, üstə gəl Y bərabər 38'e. 3 vur 11 nədir? 33. Y da bərabər 38'den 33 çıxanda 5. Demek Y da 5'ti. Sonra 176'da 9, 12, 96 alıb. Bu görür ki rəqəmlər böyüyür. 9'un kvadratı 81. Üstünə gəlsək yox, alınmır. Başka bir şey düşünək. Vuranda 60, 60'dan da 12 çıxsaq. Vuranda neçə edir? 9'u 12'ye vuranda. Deməli 9'u 12'ye vursaq, eləcə 108. 108'den neçə çıxanda 96 eləyir? 12 çıxanda. Deməli 9'u vuruq 12'ye, çıxırıq 12'ni. Bərabər 96. Burada da 5'i vuruq 12'ye. Nə qədər eləyir? 60. 60'dan da 12 çıxırıq 48. 17'ni vuruq 3'e. Neçə eləyir? 51. 51'den de 3 çıxırıq. 51 çıx 3 bərabərdir 48. Deməli bu rəqəmləri bir-birinə vuruq, ikincidən çıxırıq. 7'ni vuruq 1'e. 7 vur 1. Çıxılsın 1. 7'dən 1'e vuranda 7 çıx 1 6. Deməli oldu C variantı. Sonra 177'de 62'den 36 alınıb. Görür ki burada nədir? Kvadratdır. 125 ise kubdur. Aha. Baxın bunu ayrı baxırıq. 6'nın kvadratı. 6'nın yanında 2'dir. 6'nın kvadratı 36. 3'ün yanında 3, 5'in yanında 3'tür. 5'in üstü 3, 25. 4 üstü 3 deməkdir bu 60'dır. Bu da 6 üstü 1 olar. Bu da bize 6 verəcək. A variantı. 178'de. Deməli bunlara ayrı-ayrı rəqəm kimi baxsaq. Deməli birinci ilə üçüncü ədədi toplayırıq. İkinci ilə də dördüncü ədədi toplayırıq. Yan-yana yazırıq. 6'ın üstünə 3 gəlirik. 9. 1'in üstünə 2 gəlirik. 3. Burada da 2 ilə 7'ni toplayırıq. 9. 4 ilə 3'ü toplayırıq. 7. Burada da 8 ilə 2'ni toplayırıq. 10. 3 ilə 7'ni toplayırıq 10. Bu nasıl? Tətbiq eləyəndə alınmadı. Bunları alındı. Deməli 8 ilə 2'ni toplasaq 10.
Bu 3 olsaydı gərək. Bu 3 olsa 8 ilə 3'ü toplasaq 11. 3 ilə də 7'ni toplasaq 10. Burada 6 ilə 1'i toplayırıq. Bu 1. 6 ilə 1'i toplayırıq. 7. 1 ilə də 3'ü toplayırıq. 4. 74 C variantı. Bu da nasıl alınmalı? Ancak ki bunu 8 ile 2'ni topladık. Oldu 10. 3 ilə də 7 toplayırıq. Yenə 10 alınır. Bir dənə vahid gəlir bunun üstünə. Ona görə 110 alınır. Deməli. Sonra 179'da 87'den 32'den 51 alıp vuranda 56'dan vursak 72. Deməli nə edirik? Burada 8 ilə 7'ni bir-birinə vururuq. Olur neçə? 56. Burada isə üstə gəlirik. 3 ilə 2'nin üstə gəlir. Çıxılsın 5. Bərabər 51. Yenə 9 ilə 8'i bir-birinə vururuq. 72. 1 ilə 2'nin üstünə gəlirik. 3. 72'dən 3 çıxırıq. 72'dən 3 çıxırıq. 69 alırıq. Burada da 4'ü 7'yə vururuq. 28. 1'in də üstünə 6 gəlirik. Çıxılsın 7. 21. Deməli burada da 5'i vuracağıq 7'yə. Çıxacağıq. 3'ün üstünə 4 gələcək. Birincisi rəqəmləri vururuq, ikincidə toplayırıq. Sonra bir-birindən çıxırıq. 5'i 7'yə vuranda 35 çıxılsın. 3'ün üstünə 4 gəlir 7. Bu da bize 28 verir. 28 D variantı. 180. 6'dan 7'den 52 alıp vursak gelecek 42. Vursak 42 üstə 10. Vursak 16 üstə 2. Üstə 7. Başka bir şey var. Deməli burada nə edirik? Deməli ikincilər bu hissələrə ayrıca baxırıq. Deməli birincini 2'ye bölüb ikincinin kvadratı ilə toplayırıq. Olur 6 böl 2 üstəgə 7'nin kvadratı. Yəni bu neçə edir? 3 üstəgə 49 52 verir. Burada da 4'ü bölür 2'ye üstə gəlir 4'ün kvadratı. 16 üstə gəl 2 18 verir. Burada da bu 4'ün kvadratı 4'ü bölür 2'ye üstə gəlir 5'in kvadratı 25. 25 üstə gəl 2 edir 27. Burada da 10'u böləcəyik 2 üstə gələcək 2'nin kvadratına. Bu 2'nin kvadratına. Bunun yarısı birincinin yarısının üstüne gelir ikincinin kvadratına. 10'u 2'ye böləndə 5. 5'in də üstünə 4 gəlsə 9. 9 var. D variantını hər birinə tətbiq edin.